Azərbaycanda otel qiymətləri ilə bağlı təklif gündəmdə. Qiymətlər artacaq? Azərbaycanda otel sənayesində qiymətlərin süni şəkildə aşağı salınması bazarda qeyri-sağlam rəqabət mühiti yaradır. Report xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının Ağ Sənəd 2025 adlı hesabatında qeyd olunub. Bildirilib ki, bəzi hallarda otellər müştəri cəlb etmək üçün çox aşağı tariflər tətbiq eləyir ki, bu da gərginliyin azalmasına və xidmət standartlarının zəifləməsinə gətirib çıxarır. Nəticədə sektorun ümumi inkişafı və dayanıqlılığı risk altına düşür. Bu səbəbdən orta gündəlik tarif üzrə minimum qiymət həddinin tətbiqi tövsiyə olunur. Hesab edilir ki, bu mexanizm xidmət keyfiyyətinin qorunmasına, ədalətli rəqabətin təmin edilməsinə və qonaq məmnuniyyətinin artmasına müsbət təsir göstərəcək.